Hakkımda çəkilən bu videoya cavab verməyəcəkdim. Amma sonda işlədilən bir ifadəyə görə fikrimi deyəcəm sizə və çox maraqlı faktlar paylaşacağım, dinləyək. Sakinlər günün altında. İndi ola bilər ki, bu videoya baxandan sonra bəzi sakinləri indi hamilə gücləri çatmasa da öyrədərlər ki, biri deyər soyuq dəymən var idi, günün altında oturmaqdan xeyir edirdi, biri deyər başqa cür, amma aşağı yuxarı. Mən özüm Cəlilabad rayonunun Üçtəpə kəndindən Şəhid Şeyx Elməddinin qardaşıyam. İntiqam Valihoğlu öz səhifəsində belə bir dənə video paylaşıb ki, Cəlilabad rayonunun icra başçısı Rafiq Cəlilov insanlarla görüşdə, məşvərətdə, məsləhətdə özü dayanıb kölgədə insanları qoyub günün altında. Bütün Azərbaycan cənub zonasında yaşayan, heç qeyri-cənub zonasında yaşayan insanlar hamısı dəqiq bilirlər ki, cənub zonasında may ayı girəndən yağışlar dayanmır, soyuq, elə bil ki may ayıdır da bu, elə bil Allah hamd olsun fevral ayzadıdır. Bu dəqiqədə gün yoxdur, indi bu dəqiqə gün çıxdı, 2 dəqiqədən sonra yenə də batacaq. Hava çox sərin keçir. Qaldı ki günün altında dayanmağa, icra başçısı da bəs harda dayanmalıdır? Günün altında dayanmalıdır, icra başçısı da, insanlar da dayanıblar, söhbət eləyirlər. Sərin havada. Yayın cırhacırı olsaydı, avqust ayı olsaydı, iyun ayı olsaydı, iyul ayı olsaydı, sənin dediyindən qalada da olmuş olsa mən razılaşardım. Yoxsa insanları təqlid eləməkdən ötürü, səhifəmin like-ını artırmaqdan ötürü, takibini artırmaqdan ötürü gizli şeylər yazmaq lazımdır. Ayıb olsun sənə, mənim sənə hörmətim var idi, and olsun Allaha bir əmin düşdün yerə. Əvvəla oradan başlayaq ki, Allah sənin qardaşına rəhmət eləsin və həmçinin də cəmi şəhidlərə. Və təəssüf edirəm ki, belə bir adla, belə bir girişdən səhifə açıb, amma sonda insanları çox pis şəkildə təhqir edirsən. Ümidvaram ki, bunu tək mən yox, bütün hər kəs görür. İkincisi, əgər Cəlilabadda hava belə sərindirsə, niyə maşında çırmalanıb oturmuşsan? Qollarında çırmalamısan, fevral ayının havasında çırmalanıb oturmaq biraz məntiqə uyğun deyil. Digər tərəfdən həmin fotoda gün çıxıb və bu foto da İcra Hakimiyyətinin rəsmi səhifəsində paylaşılıb və bir çox səhifələr bunu paylaşıb. Niyə məhz mənim fikrimə irad bildirirsən? Məndən də daha sərt şəkildə bəlkə də tənqid edənlər olub. Hansı ki, mən çox normal qaydada fikrimi bildirmişdim. Amma bu videonu niyə çəkirəm, onu izah edəcəm. Videoda deyirsən ki, icra başçısıdır da, bir yazılan şərhlərə özün bax, gör sənə nələr yazır insanlar, öz izləyicilərin nələr yazır. Görürsənmi? Yəqin şərhləri oxuyursan da özündə. Hamını da təhqir edə bilməzsən təbii ki. Və yazılan şərhlərə bax, ondan sonra elədiyin hərəkətə qiymət ver. Amma hələ buna görə də deyil mən bu videonu çəkmək səbəbim. Videoda deyirsən ki, yay olsaydı sənlə bir balaca razılaşardım. Bu cümlə hansı dildədir? Bu cümlə hansı dil normalarına uyğundur? Yay olsaydı bir balaca razılaşardım nə deməkdir yəni? Yəni, deyirsən iyun, iyul, avqust olsaydı bir balaca razılaşardım. Məntiq hardadır, nə danışdığını bilirsənmi özün? Daha sonra bildirirsən ki, like toplamaq üçün. Bax, bu izlədiyin səhifə Azərbaycanın ən çox izlənilən, məsuliyyətimdən deyirəm, ən çox izlənilən xəbər səhifəsidir, xəbər kanalıdır. Və ölkədə xəbər janrında, xəbər formasında təqdim olunan materiallar içərisində demək olar ki, ən çox bəyənməsi, ən çox auditoriyası olan bir kanaldır. Necə ki, sən mənim adımı çəkməklə prim yığırsan, amma mənim kimisə adını çəkib prim yığmağa ehtiyacım yoxdur. Amma şərhləri yenə də oxu. Ekranlarda arada sənin haqqında yazılan şərhləri oxu, maraqlı şərhlər var. Buradan sənə səslənirəm. Girişdə, yəni videonun girişində özünü Şəhid Şeyx Elməddinin qardaşı kimi təqdim edib, sonda isə mənə gic-gic şeylər yazır deyə fikir bildirirsən. Sonra da deyirsən ki, hörmətin birə min düşdü. Əvvəla sən düşüncədə birinin hörmətinə ehtiyacım yoxdur. Və nə yaxşı ki də yoxdur. Mənim ehtiyacım olan hörməti şükür Allaha illərlə, istəyir televiziya efirlərindən, istəyir sosial mediadan insanlar o hörməti mənə göstəriblər, bunu hiss eləmişəm. Amma imkan dairəsində, imkan daxilində bundan sonra o müqəddəs olan şəhid adını belə məsələlərdə alət eləmə.
orada insanları söyüb, nə bilim, kimlərəsə xoş gəlmək üçün video çəkib, girişdə isə belə bir şeylər paylaşma. Bir daha Allah cəmi şəhidlərimizə rəhmət eləsin, həmçinin də sənin qardaşına. Təəssüf edirəm ki, belə davranan, şəhid adından bu formada istifadə edən tək sən deyilsən, belə insanlar var. Çox təəssüf. Allah şəhidlərimizə rəhmət eləsin və onların yaxınları ki var, o addan sui istifadə edirlər. Bax, Allah onların hamısına lənət eləsin. Yaxşımı? Bunu demək lap yadımdan çıxmışdı. Bütün bu danışdıqlarımdan və sənə yazılan şərhlərdən sonra indi gör, gic-gic kim danışır? Özün bir qiymət ver. Özün qiymət verə bilməsən, bir ağıllı adamdan soruş, mütləq ki, sənə düzgün cavabı deyəcək. Elə ofisdən çıxırdım ki, birdən yadıma düşdü ki, həmin o icra başçısı Rafiq Cəlilovun yaxını olduğunu deyən bir nəfər məni dünən, nə bilim, çox belə ağır formada təhdid elədi. Yəni, nə bilim, filan kəslərin başına torba keçirilib və s. Buradan da səslənirəm bir daha, sən də daxil olmaqla. O insan alçaqdır ki, bəndədən qorxur. Bəndədən bilirsən kim qorxar? Allahından qorxmayan adam. Hamınız yığışın bir yerə, bir 100 nəfər olun. Ondan sonra qarşınıza tək çıxaram və sözümü deyərəm, fikrimi bildirərəm. Bundan o tərəfə mənim deyəcəyim yoxdur. Təkrar video çəkərsənsə yenə də cavabını alarsan şübhəsiz. Amma bütün hallarda çalış ki, haqlı və ədalətli olasan. Bir daha deyirəm, bu videoya heç cavab çəkməyəcəydim. Çünki ora qədər sənin fikrində də izləyicilərin cavabını vermişdin zaten. Sadəcə o gic-gic danışmaq sözü ki var, bax o artıq tənqid deyil, o başqa şeydir ki, gic-gic sən danışdın. Yaxşı mı?